Salam uşaqlar, bugün biz Roblox oynayırıq. Demək, olmanda 99 gecə qalmaq. Və burada qardaşım da var. Mənim o biri planşemdəki hesabla oynayır. İndi birlikdə biz olmanda 99 gecə qalmaq oyununu oynayırıq. Ən birinci bizə yəni normal bir kişi lazımdır ki, birlikdə oynayaq. Və gedək. Oyun yüklənib və oyun başlayır. Ən birinci bizdə əlbəttə ki bizdə odun və əlbəttə ki çuval olur, yəni çantamız. Biz ən birinci gedib ağacları kəsirik. Ağacları yəni kəsib onunla yəni ateşə sonra qoyacağıq. Ona görə də hələ mən uğraşıram ki ağacı kəsim. Sonra qardaşım mənim yanıma gəlib, mənə kömək edir. Mən onları alıram hamısını və qoyuram indi. Yenə bir ağac kəsməyə. Ağacı kəsdikdən sonra yenə alovun içinə atacağam. Sonra hələlik səssiz də sizinlə də davam edəcəm. Salam uşaqlar, indi mən yenə səslə gəlmişəm. İndi deməli, alovumuzu 2 səviyyə etdikdən sonra sahəyə açdıq. Sonra bizim o balaca ceyranımız və ya mavalımız, o balaca işıqdan qorxan mavalımız gəlir. Sonra o bizdən qorxub qaçır. Biz hələlik dovşan öldürürük. Öldürdükdən sonra onun ətini alıb bişiririk. Çünki solda gördüyünüz kimi bizim acılığımız var. Bu acılıq isə əgər bizim bütün yəni acılığımız bitsə biz ölməyə başlayacağıq. Ona görə dostlar, bunu əlbəttə ki bir də tavşan ayağı, yəni dovşan ayağı tapmışıq. Onları kürkçüyə veririk, o da bizə hədiyyələr verir, yəni pay verir bizim üçün. Ona görə biz onun üçün kürkçünü bəkləyirik və mən o tavşan ayağını əlbəttə ki qardaşıma verirəm. O onu alır, səhər olmasını gözləyirik. Neçə dəqiqə keçib, mən odun qırarkən birdən səhər olmağa başlayıb. Sonra mən odunları toplayıb deyirəm ki, bəlkə yəni xəritə yaradaq. Ona görə də mən gedirəm. Ən birinci alovumuzu fulladıqdan sonra başlayırıq. Deməli, yuxarıda yazıldı ki, kürk tutsağı gəlibdir. Ona görə də biz də hələlik odun qırmağa gedəcəyik.
İndi biraz telefonu yoxladıqdan sonra oyuna başlayırıq. Deməli uşaqlar, videonu bəyənməyi, abunə olmağı unutmayın. Sağ olun. Növbəti videoda chatdən, yəni bizim mesajlarda nə istədiyiniz oyunları yazın, mən də oynayayım. Sağ olun.